90-cı illərdə Olivier Creed Alp dağlarında xizək sürərkən oradakı mənzərədən və atmosferdən heyrətlənir. Və bu hadisə indi məlumat verəcəyim ətrin ilham mənbəyi olur. Əgər bu ətir haqqında məlumatlar sizə də maraqlıdırsa, onda ekranlara yaxın əyləşin. Nəzərdə tutduğum ətir 1995-ci ildə işıq üzü görmüşdür. Yaz və yay fəsillərində istifadə üçün uyğundur. Ətrin müəllifləri Olivier Creed və Pierre Bourdondur. Ətirdə əsas hiss olunan notlar yaşıl çay, müş, qara qarağat, bergamot, naringi, səndəl və s. Ətir təbiəti və təravəti sevən kişi və qadınların istifadəsi üçün uyğundur. Ətir sanki Alp dağlarının və saf buzlu suların havasını özündə əks etdirir. Ətrin adı isə Silver Mountain Water, yəni gümüş dağ suyudur. İzlədiyiniz üçün təşəkkür edirəm. O, sizi silkələməsin deyə yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə çaylar və yollar yaratdı. Qurani Kərim, Nəhl surəsi 15-ci ayə.